Bugün 8 Mart'dır. Qadınların daha çox diqqət gördüyü, kişilərin isə nə alım axı deyə baş sındırdığı gün. Mağazalar isə ancaq çiçək, şokolad, ətir satır. Elə bil qadınların bütün istəkləri bu üçlüyə sığır. Amma yaxşı bilirik ki, qadınların istədiyi təkcə hədiyyə deyil, dəyər görmək, eşidilmək, bərabər olmaqdır. Bəs bu barədə şəhər sakinləri nə düşünürlər? Qadınlar nə istəyirlər? Onları hansı hədiyyə xoşbəxt edir? Elə isə mikrofon bizdə, söz şəhər sakinlərində. Gedək, hansı hədiyyəni almaq sizi xoşbəxt eləyər? Mən gül çox sevirəm. Güllərə bayılıram. Gül olsa sevinərəm. Bir də ki, hər hansı bir hədiyyə olur olsun, fərq eləmir. Xoş sözlə belə bizi sevindirir. Qadınlar qulaqla xoşbəxt olurlar da. O hədiyyəni yoldaş alır da. Onu yəqin ki, kim nə cür istəsə ala bilər. Amma daha yaxşı yadigar qalan yəqin ki, güllərdir. Güllər daha müqəddəs, saf və təmiz, əziz olurlar. Gülləri məsləhət görərdim almaq bayram üçün. Məncə ən gözəl hədiyyə sevgi ilə dəyərdir. Yəni 8 Mart sadəcə bir gün olaraq deyil, hər gün olaraq qeyd olunmalıdır. Amma belə qadınlar üçün ən zərif olan şey təbii ki də onu xoşbəxt edəcək güllər, çiçəklər, xoş sözlər qadını daha çox xoşbəxt edir məncə. Əvvəla təbrik eləyirəm hər kəsi, qadınları, bütün qadınları bayram münasibəti ilə. Mən ən çox gülləri sevirəm. Sevinirəm belə deyim gül hədiyyə alanda. 8 Martda mən daha çox hədiyyə verməyi xoşlayıram. Amma almaq da indi nəmin kim hədiyyə versə qəbul eləyər hər halda. Həmişə yəni kiçik adi belə qələm belə versələr, diqqət göstərirlərsə insana, özü belə insanı xoşbəxt eləyir. Məncə hədiyyəni almaq yox, onun kim tərəfindən verilməsi daha önəmlidir. Məsəl üçün ən çox da qadınları xoşbəxt eləyən məncə gül, aksesuar, yəni mən özüm kitab oxuyanam deyə kitab hədiyyə olunsa da, hətta buket şəklində kitab hədiyyə olunsa daha çox sevinərəm. Məncə əsas hədiyyə deyil, əsas insanı düşünməkdir. Yəni təbrik eləsələr belə bəsdir. Amma ən xırda şeylər belə insanları sevindirə bilər. Məsələn, balaca bir gül buketi belə insanı sevindirər və yaxud da ki, əsas odur ki, yəni ki, dəyər verdiyin insan sənə nə isə alıb gətirsə, bu sənin üçün elə böyük bir hədiyyədir. Bəs hansı hədiyyəni heç vaxt qəbul eləməzdiniz? Hansı hədiyyəni? Pis adamdan gələn hədiyyəni. Məncə maddiyyat, çünki çox insan qızıldır, brilyant, ya mən şəxsi fikrimə görə deyirəm, belə şeylər qadını xoşbəxt eləyər. Bəzi qadınlar xoşbəxt eləyər, bütün qadınları xoşbəxt eləməz. Qadını xoşbəxt eləyən dəyərdir, sevgidir, xoş sözdür. Dediyim kimi 8 Mart sadəcə bir gün deyil, hər gün olaraq qeyd olunmalıdır. Verən şəxsdən asılıdır. Yəni ki, o mənə dəyər verib o hədiyyəni alırsa, yəni ki, onu qəbul etmək biraz ayıb olar, yəni mənə görə. Sizcə qadınlar nə istəyirlər? Qadınlar nə istəyirlər sualına belə cavab verə bilərəm ki, qadınlar çox şey istəyir. Ancaq qadınlar öz fikirlərini düzgün ifadə edə bilmirlər. Dolayı bir fikirlə ifadə edirlər deyə biz kişilər tərəfindən də bunlar yaxşı görünmür, xoşumuza gəlmir. Biz xoşbəxt olmaq istəyirik, xoş rəftar, xoş münasibət görmək istəyirik, hörmət görmək istəyirik, diqqət, hədiyyənin böyük kiçiyi olmur. Əsas necə deyim, hörmətdir, diqqətdir. O olan yerdə inanın ki, kiçik olsa da hədiyyə biz onu hər zaman qəbul eləyirik. Qadınlar nə istəyəcək? Qadınlar odur ki, ailədə, həyatda xoşbəxt olsunlar. Nəvələri, nəticələri oynasınlar, gülsünlər. Həmişə qadınlar mətbəxdə olanda bir gündə biz alaq onların əvəzinə. Budur, qadınlar bizim başımızın tacıdır. Çoxsa başqa cür fikirləşir. Vallahi qadınsız həyat yoxdur. Sizcə qadınlar üçün ən gözəl hədiyyə nə ola bilər? Qadınlar üçün ən böyük hədiyyə mənim fikrimcə kişinin özüdür. Bir qadın üçün mənim fikrimcə ən böyük niyaz kişinin əsl kişi olmağıdır. Yəni onu sevməsi, dəyər verməsi, hörmət eləməsi bir qadın üçün məncə mənim fikrimcə ən böyük bir nüansdır.